12 yaşında, 10 yaşında qızıma həm ata, həm ana olmağı bacarmıram. Mən heç bir dəstək almadan, heç bir kömək almadan, heç bir yardım almadan mən tək başıma bu qədər şeyi bacarmıram. İşləyirəm səhərdən axşama kimi, yeri gəlir 2 işdə işləyirəm, əlimdən gələn gəlməyən hər şey eləyirəm. Amma ortada tükənirəm. Ortada mən tükənirəm. 2 dənə evladım var, 2 qızım var. Aliment almıram, sosial yardım almıram, ailəmdən dəstək almıram. Evladlarım atamın, anamın yanındadır. Qardaşımın 3 evladı var. 3 evladı və mənim uşaqlarımın qaldığı evdə 10 nəfər yaşayır. 10 nəfər bilirsiniz nə deməkdir? Mən evladıma bazarlıq eləyib göndərsəm belə mən 10 nəfərə baxa bilmərəm. Mən təkcə o evdə evladlarımı bəsləyə bilmərəm. Başa düşürsünüz bunu? Deyirlər ki, pis gününü, çətinlik çəkin. Necə göstərməyim? Niyə göstərməyim? Axı mən buna layiq deyiləm. İnsanlar var, qadınlar var ki, bəlkə də yaşadıkları hər şeyə layiqdir. Çəkdikləri bütün çətinliklərə bəlkə də layiqdir. Amma bunu hər kəs bilir. Bütün vicdan rahatçılığımla, iç rahatçılığımla deyirəm ki, mən bu yaşadıklarıma layiq deyiləm, yorulmuşam. Yorulmuşam, səhər tezdən durub yuxudan işləyərəm, köməyim olar. Alimentim alaram, sosial yardım alaram, ailəmdən, atamdan, qardaşımdan, yaxınlarımdan dəstək alaram. Bilirəm ki, ən azından tək deyiləm. Bütün hər şeyin yükü, hər şeyin məsuliyyəti mənim üstümdədir. Fikirləşəndə ki, uşaqlarımın hazırlığı, yeməyi, paltarı, osu, busu, sevgisi, bunu eləyəndə o birisini çatdıra bilmirəm.